9-cu mif. Şah İsmayılı Osmanlı ilə müharibəyə Avropa dövlətləri təhrik ediblər. Deyirlər ki, Şah İsmayıl Bizans imperatorları ilə yazışırdı və onlar İsmayılı təhrik elədilər ki, Osmanlı ilə müharibə eləsin. Axı 1453-cü ildən sonra Bizans yox idi. Bunu yazan tarixçilər var. 1453-cü ildən sonra Bizans imperatoru yox idi. Bizans olmadığı bir halda Şah İsmayıl məktubu kimə yazılmış görəsən? Niyə biz tarixi gerçəkliyi demirik? Əksinə, Sultan Səlim bütün Avropa dövlətləri ilə müharibəni tələm-tələsik dayandırır. Venesiya ilə, Genuya ilə, Avstriya ilə apardığı müharibələri dayandırır. Hətta güzəştli şərtlərlə sülh müqaviləsi imzalayır və bütün gücünü şərqə yönəldir. Sultan Səlimin şərqə yürüşdüyəndə söhbət təkcə Səfəvilər dövlətindən getmirdi. Bunu da çox təəssüf biz yanlış izah edirik. Səlimin məqsədi əslində şərqi tutmaq idi. Adam şərqə doğru yönəlik siyasət yeridirdi. Səlimin vaxtında Avropa ölkələri ilə Osmanlı müharibə aparmayıb. Və ona görə də çox vaxt bilirsiniz, tarixi şəxsiyyətləri lazım deyil, düzdür, müqayisə ilə mən daima əleyhinə olmuşam. Ancaq bu tam çılpaqlığı ilə görünür ki, əksinə Səlimin apardığı siyasət İslam dünyasını parçalayırdı. Niyə? Çünki tutaq ki, İsmayıl onların təbirincə, dilincə desək, Rafizi idi, kafir idi, nə bilim, Şiə idi. Bəs dediyimiz ki, Misir Məmlük Sultanlığının günahı nə idi? Bu ki, məhzəblə neyini idi məhzəb baxımından? Niyə biz demirik ki, Avropa dövlətləri əksinə Sultan Səlimi qızışdırdılar, İslam dünyasının üstünə saldılar. Deyirik ki, Şah İsmayıl xətayı Avropaya aldandı, onunla müharibə apardı. Niyə biz tərsini demirik? Bizi bu nəyə oxşuyur? Vaxtilə o gün nəzəriyyə çıxmışdı, Altay nəzəriyyəsi ki, Türk xalqları Altay dağlarından köçüb gəlir. Ən azacıq ağlında tarixçi olmaq lazım deyil. Normal təfəkkürü olan adam da bilir ki, yer kürəsində buzlaşma baş verəndə, dillər yarananda Altay dağları buzun altındaydı. Əksinə, köçlər buradan oraya getmişdi. İndi də kimisə ittiham eləyəndə, niyə biz Sultan Səlimi ittiham eləmirik ki, Avropa dövlətlərindən sülh bağladı, öz dindaşları ilə döyüşdü, öz soydaşları ilə döyüşdü. Tutaq ki, Səfəvi ilə dindaş deyildi, hərçənd ikisi də İslam dinidir. Müsəlman saymırdı ki, en azından soydaşları idi. Və indi sirr açılır ki, niyə Osmanlı ordusu Təbrizdə qala bilmədi? Bilir ki, Təbrizdə bir həftə ancaq qaldı. Bu, həm Təbriz əhalisinin müqaviməti idi. Üstəgəl, həmən Osmanlı ordusunda Bəqdaşilərin qiyamından qorxdu Sultan Səlim, ona görə qaçdı Təbrizdən. Ordu içərisindəki ixtişaşdan qorxdu. Nədənsə bunu çox vaxt susur bizim həmkarlarımız, Türkiyəli həmkarlarımız, eləcə də bizim öz tarixçilərimiz. Bəqdaşilər inanc baxımından kimdir? Qızılbaşdır burada. Hətta tamaşaçılar yəqin ki, o sevə-sevə baxdıqları Möhtəşəm Yüzil filmi var idi. Orada gələcək sultan olan Mustafanın andına fikir verəndə təmiz qızılbaş gəminidir. Allah Allah, Həzrəti Əli adına, Zülfiqar adına təmiz qızılbaş andıdır. Filmin özü bilmədən qızılbaş andını orada səsləndirir və faktiki olaraq Osmanlı ordusunun nüvəsini, yəni təmiz türkləri, Bəqdaşi ocaqları idi. Bir də vardı Yeniçəri devşirmələr. Faktiki türkün qanını tökən Yeniçəri devşirmələr idi. Nə yaxşı ki, o filmi çəkiblər, orada devşirmə obrazları çox gözəl görünür. O Xorvat Rüstəm Paşa, Yunan İbrahim Paşa necə böyük həvəslə Səfəvlərin üstünə yürüşə gedirdilər. Necə böyük həvəslə Qaramanlıyı Fatih filmində gözəl göstərirlər, yandırıb kül eləyirlər. Halbuki Qaramanlı daha təmiz türk idi. Və həmən filmin ortasında Qələndərlər üsyanı var idi. Hansı ki, təmiz sufi dərvişlər, sufi türklərdir. Onların qırğını ilə məşğul idilər. Bununla onlar türkün qisasını alırdılar. Onların, belə deyək, İslam sadəcə onlar üçün pərdə idi.